Salam, hər vaxtınız xeyir olsun, dəyərli abituriyent izləyicilərimiz. Mən FES Akademiya Tarix üzrə təlimçi Gülnar Mirzəyeva. Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən blok imtahan keçirildi. Testlərin izahını sizlərə təqdim edəcəm. İlk sualımızdan başlayaq. Bizans dövlətinin sxemdə verilən dövlətlərlə ümumi cəhətlərini müəyyən edin. Yəni Bizansın 1-ci Göytürk dövləti, Axun dövləti və Albaniya dövləti verilib. Çox maraqlı sualdır. 1-ci Göytürk dövləti ilə Bizansın oxşar cəhəti A variantını götürəcəksiniz. Yəni Sasani dövləti ilə müharibə elan etməsi. B variantı da düzgündür. Xalqların böyük köçü dövründə yaranıb hər ikisi. Axun dövləti. Hindistana yürüş etməsi düzgün deyil. Göytürklərin hücumuna məruz qalması bəli düzgündür. Hər iki dövlət həm Bizans, həm Axun 4-cü əsrdə meydana gəlib. B və C-ni götürəcək. Albaniya dövləti. Həm Albaniya, həm də Bizans Rəşidi xəlifələrinin hücumlarına qarşı bəli mübarizə aparıb. Səlcuq hücumları və yaxud da Atillaya xərac ödəməsi isə aid deyil. A, B, B, C, A. Yəni C variantı düzgün olacaq. Növbəti sualımız paleolit, mezolit dövrlərinin oxşar cəhətləri. İstehlak təsərrüfatının mövcud olması, qadınların cəmiyyətdə mühüm rol oynaması, mağaralarda məskunlaşması düzgündür. 1, 2, 3 B variantı. Amma mikrolit alətlərdən istifadə və yaxud da əkinçilik, maldarlıq paleolit dövründə yoxdur. 63. 1787 Amerika Birləşmiş Ştatlarının konstitusiyasına əsasən uyğunluğu müəyyən edin. 1787-ci ildə qəbul edilən konstitusiyaya əsasən qanunverici hakimiyyət konqres adlanır. İcra hakimiyyətinin işini yoxlama səlahiyyətləri var. Bəli, AIS. İcra edici hakimiyyət isə prezident tərəfindən rəhbərlik edilir. Məhkəmə qanunların konstitusiyaya uyğun olub-olmamasını nəzarət edir. AIS, A və A variantı düzgün olacaq. 64. Xəritə sualıdır. Uyğunluğu müəyyən edin. 13-cü əsr Azərbaycan şəhərləri söhbət Şamaxıdan gedir və Təbrizdən. Deməli, baxaq. Bəli, bir Dərbənd bu şəhərdə nişanlayaq. Deməli, bir Dərbənd yəni tutulması ilə Monqollar 1231-də Azərbaycan işğalını tamamilə başa çatdırırlar. Yəni, birə D. Daha sonra 2 Təbriz 1225 Cəlaləddin ordusu tərəfindən tutulub. 2-yə B. 3 Şamaxı Monqolların birinci yürüşü zamanı dağıdılmışdır. Y variantı düzgündür. 3-ə C, 2-yə B, 1-ə isə D variantı. Təkrar izah edirəm. Deməli, Dərbənd Monqollar tərəfindən tutulur, Azərbaycan işğalı başa çatır. Və 3, yəni Şamaxı Monqolların birinci yürüşü zamanı 13-cü əsrdə dağıdılıb. 2, yəni Təbriz 1225 13-cü əsrdə Cəlaləddin ordusu tərəfindən tutulub. E variantı düzgündür. 65. Eldəniz hökmdarı Qızıl Arslanın fəaliyyəti üçün, yəni xarakterik deyil. Həmədan vuruşmasında qalib gəlib, siyasi vəziyyəti möhkəmləndirib, paytaxtın Həmədan şəhərinə köçürülməsi bilirik ki, 1175 Məmməd Cahan Pəhləvan adı ilə bağlıdır. 66. Şimali Azərbaycanda 19-cu əsrin 40-cı illərində həyata keçirilən sosial-iqtisadi tədbirlərdən deyil. Yəni, baxın, 66-cı sualda 19-cu əsrin 40-cı illərində həyata keçirilən hansı ki 1840 komendant idarə üsulunun ləğvi inzibati sahədə dəyişiklikdir. Yəni, inzibati quruluşun dəyişdirilməsidir. Sosial-iqtisadi tədbirlərdən deyil. 67. Eyler-Veyn diaqramı, Fransa Krallığı və İngiltərə Krallığı. Deməli, Böyük Azadlıqlar Xartiyası İngiltərə Krallığına aiddir. Hər ikisi səlib yürüşlərində iştirak edib. Azinkur döyüşündə qalib gələn 1415 İngiltərədir. 100 illik müharibədə iştirak da hər ikisinə aiddir. Jaklar üsyanı Fransada baş verib 1358. Y, B, C, A, C.
Burada doğrudan 100 illik müharibədə iştirak etməsi D. Aha, Y, B, D, A ise yəni D variantı. 1'ə Y, 2'ə A ise 3'ə B'dir. Həm İngiltərə, həm Fransa 100 illik müharibədə iştirak edib. Sərhəd yürüşlərində də eyni şəkildə Fransa Jaklar üsyanı baş verməsi, İngiltərə isə Azadlıqlar Xartiyası və Azinkur. 68. Birinci Dünya müharibəsi illərində Cənubi Azərbaycanda 1914-1918. Bir daha qeyd edirəm. 1917-ci ildə Təbrizdə baş verən xalq çıxışları Cənubi Azərbaycanda yenidən milli azadlıq hərəkatının başlanmasına təkan verir və 1917-ci ilin avqustun 24-də Təbrizdə Azərbaycan Demokratik Partiyasının yaradıldığı elan edilir. Yəni Y variantı. Şeyx Məhəmməd Xiyabani rəhbərlik etdiyi Azərbaycan Demokratik Partiyasının yaradılması. 69. Ərəb xilafəti və Səlcuq dövlətinin tarixlərinə aid ümumi cəhət. Bəli, Azərbaycan tələb ediblər və xidmətə görə iqta paylanan belə sadə sual D variantı. Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Avropa dövlətləri münasibətlərə önəm verməsini qeyd ediblər. Avropaya ilk səfəri zamanı ölkəmiz Avropa təhlükəsizlik sisteminə doğru ciddi şəkildə irəliləyir. Mətndə verilmiş səfərə əsasən hansı ifadələr doğrudur? 1990-cı ildə qəbul edilmiş Paris Xartiyasına 93-də qoşulur. Azərbaycanın BMT nizamnaməsi əməl edəcəyi təsdiqlənir. Ölkəmizin ATƏT Minsk qrupuna qoşulması, BMT-nin Təhlükəsizlik Şurasının deməli Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması ilə bağlı qətnamə qəbul etməsi. Yəni Fransaya səfəri zamanı Heydər Əliyevin Avropaya ilk rəsmi səfərindən söhbət gedir. Yalnız bir doğrudur. Ona görə Y variantını götürürük. 71. 1940 yazında Alman ordusu Danimarkanı, sonra Norveçi ələ keçirir. Az sonra Hollandiya və Belçika təslim olur. Alman qoşunları Kale limanını ələ keçirərək İngilis, Fransız, Belçika qoşunlarını Dunkirk sahilində sıxışdırır. Almaniya bu addımı atmaqla Lokarno konfransında üzərinə götürdüyü hansı öhdəliyi pozur? Bilirik ki, 1925 Lokarno konfransında Belçika, Almaniya, Fransa arasında sərhəd toxunulmazlığı təminat altına alınmışdı, düzdür? Və Belçikanı təslim etməklə baxırıq, sərhəd toxunulmazlığı təminat altına alınmışdı. Bu hüquqları Almaniya pozmuş olur. 72. Albaniyanın 6-cı əsrin ikinci yarısı tarixi üçün xarakterik idi. 6-cı əsr. Mehranilər sülaləsi deyil, yerli hökmdarlar tərəfindən idarə edilmir. Sasanilərin şimal canişinin tərkibindədir. Müsəlman dini hələ yayılmayıb. Y variantı yalnız 3. Bəli, 73. Nadir Əfşarla Quballı Fətəli xan arasında ortaq cəhət. Rusiyaya danışıqların aparılması, vergi sahəsində islahat keçirmələri, Azərbaycan adlı vahid inzibati bölgünün yaradılması, Osmanlı dövləti ilə sülh müqaviləsinin imzalanması. Burada düzgün olan sadəcə 1 və 2-dir. Hansı ki, Rusiya dövləti ilə həm Əfşar, həm Fətəli danışıqlar aparır, vergi sahəsində islahat keçirir. A variantı. Vahid Azərbaycan bölgüsü Qubalı Fətəli aid deyil. Osmanlı ilə sülh müqaviləsi də düzgün deyil. 74. Qaraqoyunlu dövlətinin Teymuri dövləti ilə oxşar Səfəvi dövlətindən fərqli xüsusiyyətləri. Həm Qaraqoyunlu dövləti, həm Teymuri dövləti Şirvanşah İbrahimlə bəli mübarizə aparıb. Bu Səfəvi dövlətinə aid deyil. İkini götürürük. Həm Qaraqoyunlu, həm Teymuri Uzun Həsənin qoşunları tərəfindən bəli məğlub edilib, amma bu Səfəvi dövlətinə aid deyil. Fərqli cəhətdir. 2 və 4 C variantı. 75. Uyğunluğu müəyyən edin.
Azərbaycan SSR-nin tarixinə aid bir sual. 20-ci əsrin 50-ci illəri, 20-ci əsrin 60-cı illəri. Yeni konstitusiyanın qəbul edilməsi düzgün deyil. Kartoçka sisteminin ləğv edilməsi deyil. Ermənistanda bəli, deportasiya. 1. C variantı. 2. Deməli 20-ci əsrin 60-cı illərinə aiddir. Burada MAQ-ın yaradılması 62, icbari 10 illik 66. C, AB. Baxırıq, D variantı düzgündür. 76. Qədim Misirdə Ramzesin hakimiyyət dövrü üçün xarakterikdir. İlk dəfə Suriyaya aid deyil, Çatiyə tabe edilməsi, Finikiyanın Misirin hakimiyyəti altına düşməsi, paytaxtın Fivdən köçürülməsi, yox, Misirdə ilk sərdabələr tutması. Deməli, Finikiya, Fələstin və Cənubi Suriya. Fələstin, Finikiya, Cənubi Suriya Ramzesin dövründə yenidən Misirdən asılı vəziyyətə düşür. C variantı düzgündür. 77. Bəli, xəritə sualı. Xəritədə ştrixlənmiş ərazi Şəddadilər dövləti Azərbaycan tarixinə aiddir. İskit padşahlığı ilə ittifaqda Assura qarşı mübarizə aparılması, Slavyan yürüşləri nəticəsində paytaxtın böyük dağıntılara məruz qalması, eramızın əvvəllərində Parfiya Arşakiləri tərəfindən işğal olunması, Oğuz Səlcuq türkləri ilə ittifaqda Bizans erməni gürcü feodallarına qarşı bəli düzdür. Yəni Şəddadi hökmdarı Əbləsvar Şavur 1048-də Toğrulla Bizansa qarşı ittifaqdadır. D variantını götürürük. 78. Sultan Süleymanın hakimiyyəti dövrü üçün xarakterikdir. Sultan Süleyman. Ədirnəyə köçürülməsi aid deyil. İspan donanması da aid deyil. Səfəvi dövləti ilə müqavilə imzalanması, Amasya, Bolqaristanın işğal edilməsi Moxac, İspaniyanı da götürürük. Bəli, 1541-də İspaniya Əlcəzairin Osmanlıda olması təsdiqləyir. Deməli, 2, 3 və 5 C variantı düzgündür. Almaniya Federativ Respublikasının 20-ci əsrin 50-ci illər tarixi üçün səciyyəvidir. Baxaq. İqtisadi yüksəliş var. Xaricdən göstərilən yardım, ucuz işçi qüvvəsi 79-80. Yeni bir xəritə sualı. Xəritədə ulduzla işarələnmiş. Burada sual yaxşı düşməyib. 81-ə baxım, ona axırda baxarıq. Manna hökmdarları Ulusu və Ualli hakimiyyət dövrünə aid oxşar cəhət. Burada variantında Assuriya ilə ittifaqın bərpa edilməsini görürük. Həm Ullusu, həm Ualli. Bəli, oxşar cəhət. 82. Kəndlərə torpaq verilməsi haqqında qanunun qəbul edilməsinə çalışan Tiberi Qrax nə ilə günahlandırılır? İmperator olmaq cəhdi ilə. A variantı. 83. Xronoloji ardıcıllıq. İslam dini 1313 Özbək Qızıl Ordada. Əhməd Moskva xanlığına yürüş, Uqra görüşü 1480. Hülakülər arasında ilə dövlət yarandığı gündən götürə bilərik. Toxtamış 1385 Təbrizi tutur. Baxaq. 1, daha doğrusu 3-1. 3-1, 4-2. 1258, 1313, 1385 və 1480. 84. Elm və mədəniyyət xadimlərinin fəaliyyətinə aiddir. Həsən bəy Rumlu 15-ci əsrdə verir. Aid deyil. İskəndər Münşi bəli düzgündür. Məmməd Tahir Vahid düzgündür. Kəmaləddin Behzad isə astronom deyil. 2 və 3. İskəndər Münşi 1-ci Abbasın, Məmməd Tahir Vahid 2-ci Abbasın tarixçiləridir. 85. Aleksandr və Nikolayın fəaliyyətinə aid oxşar cəhət. Qacarlar müharibə aparır. Xanlıqlar müqavilə imzalayır. 1813 Gülüstan, 1828 Türkmənçay. 86.
Azərbaycan Xalq Cümhuriyyətinin Tiflis və Bakı dövrlərinə aid ümumi cəhət. Müəyyən müddət Milli Şuranın fəaliyyət göstərməsini götürürük. Parlament deyil, hərbi əməkdaşlıq barədə müqavilə imzalanması. Bakı və Tiflis dövrlərinə aid. Xoyskın rəhbərli hökumətin təşkil edilməsi düzgündür. Həm Tiflis, həm Bakı dövrü hökumətin qanunverici səlahiyyətlərə malik olması. Düzgün variant 1 və 4 olacaq. Uyğunluğu müəyyən edin. Xudabəndə və Abbas. Qəzvindən İsfahana köçürdüb Abbas. Çıldır döyüşü Xudabəndənin dövründədir. Tüfəngçilərdən ibarət qoşun növü Abbasdadır. 70-ci illərin sonunda Krım xanlığının yürüşü bəli Xudabəndənin dövründədir. Portuqalların Hörmüzü ələ keçirərək Səfəvilərin aid deyil heç birinə. B-də Aysə. Və 88 situasiya sualımız. Baxaq. Hüseynəli xanla başlayan birləşdirmə siyasətini Fətəli xan davam etdirir. Ən cərcə mübarizə Şirvan uğrunda gedir. Şimali şərq torpaqlarının tabe edilməsi bir sıra dövlətlərin narazılığına səbəb olur. Fətəli xan kifayət qədər israrlı idi. Hətta ona qarşı yaradılmış ittifaq da onun bu siyasətinə mane ola bilmir. O rəqiblərinin müqavimətini qırdıqdan sonra Azərbaycan cənub torpaqlarına yürüş edir. Lakin geri qayıdır. Deməli, mənbədə bəhs olunan xanlığın ələ keçirdiyi cənub xanlıqların adını xəritədə göstərin. Söhbət gedir Lənkəran 85, Ərdəbil 84. Yəni biri götürürük 1784. Ərdəbil Meşkin. Şamaxı xanlığının Şamaxını Dağıstanlılar hücumundan müdafiə etmək üçün mənbədə göstərilən xanlığın Şamaxı xanlığı ilə əldə etdiyi razılaşmanın şərtini yazın. Yəni Quba Şamaxını Dağıstanlılardan müdafiə etməli idi və əvəzində Şamaxı xanlığından. Buna görə də hər il Şamaxı xanlığından xərac almalıdır. Yəni əldə olunan razılaşmaya görə Quba xanlığı Şamaxı xanlığını xarici hücumlardan qorumalı, əvəzində müəyyən miqdarda xərac almalı idi. Yalnız tezliklə Şəki xanlığına arxalanan Şamaxı bu razılaşmadan imtina etmişdi. Geri çəkilməsinin səbəbi nədir? Təbii ki, orada Rusiyanın narazılığı var. Cənubi Azərbaycana yürüş zamanı Ərdəbil Meşkini tutur, lakin Azərbaycana dair öz planları olan Rusiya, həmçinin onun əlaltısı Kartli Kaxeti hər vasitə ilə buna mane olurdu. Ümumiyyətlə, Fətəli xan Azərbaycanın cənub torpaqlarına yürüyüşü Qafqazın Dağıstan hakimlərinin narazılığına səbəb idi. Rusiya ilə münasibətləri də pisləşdirmək istəmir. Digər xanlıqların da narazılıq səbəbi ilə Fətəli xan geri çəkilməyə məcbur olur. Bəli, kifayət qədər düşündürücü, samballı suallardır. Belə. İnşallah ki, sentyabrda tələbə adını qazanarsınız. Uğurlar.